Elvin Cəfərquliyev son illər ən yaxşı futbolçulardan biridir. Azərbaycan futbolunun yetişdirdiyi deməyək, Azərbaycan futbolunun sistemi futbolçu yetişdirmir. Bəli, legioner həyatı yaşamasını hamı istəyər. Mən də istəyirəm ki, ölkəmizi Avropada layiqincə təmsil etsin. Yəni Elvin Cəfərquliyev Qarabağdan gedəcəksə, mənə görə bu gediş bir Junior gediş olmalıdır. Yəni bu təhlükə Elvin Cəfərquliyevi də gözləyir. Çox danışılır ki, təklifləri çoxdur. Real təkliflər yoxdur. Yəni gedib Avropa ölkəsində qalmaq, yəni sənin yaxşı futbolçu kimi formalaşdırmayacaq. Biz təşəkkür etməliyik Mahir Əmrəliyə, Elvin Cəfərquliyevə, Rüfət Abdullayzadəyə ki, çox sağ olsunlar. Nə ölkədə futbol akademiyası var, nə bir peşəkar klub var. Klub anlamı tam başqa bir şeydir. Futbolçularımızı çıxartmaq üçün dalaşıb, güləşib, vuruşmalı deyilik. Biz bugün Avropaya bilsən kimləri çıxartmalıyıq? Məncə uşaq məhdçilərini. Salam xanoğlan, hər vaxtın xeyri olsun. Yenidən sözüm var verilişində bir-birimizin qonağıyıq. İstəyirsən izləyicilərimizi salamla, sonra başlayaq, maraqlı şeylər olacaq, bilirəm. Nicat, mən də səni və dəyərli Sport Info TV izləyicilərini salamlayıram. Sözüm varın növbəti buraxılışında hər birinizi xoş gördük. Onda isə getdik. Gedək. Bugünkü mövzumuz əslində yerli futbolçularımızın transfer pəncərəsindəki fəaliyyəti və yaxud da onlara düşülən elçilər haqqında danışaq. Xanoğlan, ilk olaraq istəyirəm elə bu yaxınlarda da biraz daha çox mövzu olunmuş, yayımlarda qabağımıza tez-tez çıxan Elvin Cəfərquliyevdən danışaq. Elvin Cəfərquliyev legioner həyatı yaşamalıdır. Belə bir sual başlığımız var. İstəyirəm elə buradan başlayaq. Nə deyirsən? Başlayaq. Təsadüf deyil bu sualımızın seçilməyi. Nicat, son günlər çox danışılır. Hətta bu günlərdə konkret olaraq Fransa mətbuatının hətta danışıqlar apardığı, 3 illik istədiyi Saint-Étienne komandasından söhbət gedir. Fransanın 2-ci liqa təmsilçisi. Mən açıq xoş qarşılamadım. Yəni bu kluba keçidi. Fransanın 2-ci liqa təmsilçisidir və Saint-Étienne hazırda Fransanın məşhur klublarından olsa da hazırda xoş günlərini yaşamır. 2-ci liqada komanda 4-cü pillədə yer alır. Elvin Cəfərquliyev son illər Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı futbolçulardan biridir. Azərbaycan futbolunun yetişdirdiyi deməyək, Azərbaycan futbolunun sistemi futbolçu yetişdirmir. Biz dəfələrlə demişik, futbolçuların məhvinə xidmət edir. Çünki hər hansı bir sistemimiz yoxdur, mexanizmimiz yoxdur. Elvin Cəfərquliyevin də elə açıqlaması var idi. Adam 14-15 yaşında futbolçu karyerasını məcburiyyətdən bitirib, ofisant işləməyə gedib və Rəşad Sadıqovun zənci ilə adam yenidən futbola qayıdıb və Qurban Qurbanovun, Ayxan Abbasovun əməyi var ki, bu futbolçu öz potensialını ən üst səviyyədə aça bilib. Yəni, bura daha çox Rəşad Sadıqovun, Qurban Qurbanovun, Ayxan Abbasovun əməyini qeyd etmək olar. Və təbii ki, Elvin Cəfərquliyevin istedadını xüsusilə qabarda bilərik, potensialını qabarda bilərik. Ən üst səviyyədə çıxış edən yerli futbolçumuzdur. Həm milli komandada, həm Qarabağda. Çox yaxşı əcnəbi futbolçuların arasında heç geri qalmır. Kifayət qədər yüksək səviyyədə oyunlar keçirir Avrokuboklarda da. Bəli, legioner həyatı yaşamasını hamı istəyər. Mən də istəyirəm ki, ölkəmizi Avropada layiqincə təmsil etsin, adından söz etdirsin. Sonuçda yəni millətimizi təmsil edir, ölkəmizi, dövlətimizi təmsil edir. Amma getmək xatirinə getməli deyil. Yəni bizdə son dönəmlər futbol camiyyəsinin bir baskısı var, bir təzyiqi var. Mümkün olan olmayan bütün vasitələrlə çalışdıq ki, futbolçularımızı xaricə yola salaq. Təki Azərbaycanı tərk etsin. Bu yanaşma belə olmalı deyil. Yəni, bugün Elvin Cəfərquliyev Qarabağda oynayır. Qarabağ bir təkcə Azərbaycan üçün yox, Avropa klubları arasında artıq bir yaxşı bir vitrindir. Komanda böyük nəticələr qazanır. Çempionlar Liqası kimi nüfuzlu yarışda çıxış edir. Elvin kifayət qədər hər ötən mövsüm üstünə qoyur, artırır, inkişaf edir və milli komandamızda da çox yaxşı çıxış sərgiləyir, performans sərgiləyir. Yəni Elvin Cəfərquliyev Qarabağdan gedəcəksə, mənə görə bu gediş bir Junior gediş olmalıdır. Necə ki, Junior
bir Braziliya nəhənginə getdi, Flamingoya getdi. Demirəm ki, Flamingoya getsin, amma böyük beşlik ölkələrindən bir klub olmalıdır. Düşünürəm, üzdə olan klublardan biri olmalıdır. Ən azından ola bilər hazırki dönəmdə bir qədər uğursuzluq yaşasın. Məsələn, Sevilyanın adı hallanırdı. Və Sevilyanın özü ola bilər. Nə olmasın? Sevilyanın rəsmi təklifi var idi, Juninho istəyirdi. Yəni ola bilər ki, son 1-2 ildə uğurlu mövsümlər keçirmirlər, uğurlu deyirlər, amma adı var. Böyük beşlik ölkələrində çıxış edirlər, əsas liqalarda çıxış edirlər. Hə, belə klublardan Hətta Betisə uyğun gələr mən düşünürəm. Onlar niyə də yox, sürət olaraq, oyun modeli olaraq, sistem biraz uyğundur, sürətlidir və Vəli Qasımov kimi referens də vardı orada. Bəli. Ki, yəni bir Azərbaycanlı izinin ardınca. Bəli. Razıyam. Yəni bu təkliflərə mən razılaşaram, isti yanaşaram ki, Elvin Cəfərquliyev Qarabağı dəyişsin. İlk beşli ölkələrindən hansısa bir kluba. Ola bilər, yenə deyirəm, bugün iddialar arasında deyil, məsələn, ikinci beşlikdə qərarlaşır həmin klub, amma adı var, yəni böyük beşlik ölkələrində çıxış edir. Belə klublardan təklif gələrsə, çox isti yanaşaram ki, getsin. Amma bir ikinci liqa təmsilçisinə, yəni Qarabağ qoyub niyə getməlisən ki, niyə getməlidir ki? Və digər tərəfdən, biz bir qədər həssas yanaşmalıyıq. Yəni Qarabağdan gedən futbolçulara diqqətlə yanaşmalıyıq ki, əvvəlki nümunələr heç biri xoş deyil. Yəni İbrahim Vadicinin özü elə həmin Saint-Étienne-yə getmişdi. Yəni hətta təzminat ödənmişdi ona görə, amma qısa müddət çəkdi karyerası. Yəni uğurlu olmadı. Bu gün Turan Tovuzda görürük ki, hansı aqibəti yaşayır. Ehtiyat hissedotur. Digər tərəfdən olsun, digər futbolçular olsun, Kade Borges olsun, Endlov olsun, yəni Qarabağdan gedəndən sonra Reynaldos olsun, yəni Qarabağdan gedəndən sonra yaxşı karyera yaşamadılar. Bir çoxu əksinə təzədən Qarabağa qayıtdı. Qarabağa qayıdandan sonra yenə əvvəlki futbolçu ola bilmədilər. Yəni bu təhlükə Elvin Cəfərquliyevi də gözləyir. Yəni biz Elvin Cəfərquliyevi səs-küy ilə Saint-Étienne-ə yola salaq və yenidən qayıtsın üstümüzə, əvvəlki Elvini də itirmiş ola bilərik. Amma ən azından böyük beşlik ölkələrinə getsə, səs-küylü şəkildə, həm inanıram ki, Elvin özünü doğrulda bilər, potensialı imkan verir orada çıxış etmək üçün. Yəni müasir futbolçulara xas Çinaq futbolçularından söhbət gedir. Bütün elementlər Elvin Cəfərquliyevdə cəm olubdur. Mübarizəsi də var, əzmkarlığı da var, döyüş ruhu da var. Amma mən yenə deyirəm, Elvin Cəfərquliyevi legioner həyatı yaşamaq xatirinə göndərməli deyilik. Bunu biraz nəyə bənzədirəm? Qurban Qurbanov məsələsinə. Yəni zaman çalışırıq ki, Qurban Qurbanov gedib xarici klubu çalışdırsın. Məsələn, bura Türkiyədə aiddir. Bir neçə dəfə real təklifi də olub getməyib. Alqışlayıram Qurban Qurbanov bu addımına görə. Yəni Qarabağı Türkiyənin hansı klubuna dəyişməlisən ki? Ən yaxşı halda Qalatasaray, Fənərbağçəyə dəyişə bilərsən. Heç buna da isti baxmıram. Biz Türkiyə futbolunda nələr baş verdiyini, hansı yanaşmaların olduğunu görürük də. Biz niyə Qurban Qurbanov itirməliyik ki? Qarabağda bu böyük uğurları qazanır, ölkəmizi kifayət qədər yaxşı formada təmsil eləyir. Yəni bu nə məcburiyyətdir? Yəni biz ölkədən futbolçuları çıxartmaq nə məcburiyyətdir? İnkişafı üçün mütləqdir, amma bu hər futbolçuya şamil deyil. Və hansı formada, Saint-Étienne-dən bizim məsələn tutaq ki, adlar üzərindən getməkdə Neftçinin hansısa bir futbolçusuna, bugün Neftçi uğursuzluq dönəm yaşayır da, yəni nə bilim, Sabahın hansısa yeri bir futbolçusuna, X bir futbolçusuna təklif gəlsə, bunu hardasa isti qarşılamaq olar. Amma bugün ən yaxşı yerli futbolçu hesab etdiyimiz Elvin Cəfərquliyevə Fransanın ikinci bir liqa klubundan gələn təklifinə isti yanaşmamız, bunu toy bayramla yola salmamız mənə görə doğru deyil. Ümid edirəm ki, Elvin Cəfərquliyev də belə düşünəcək, Qurban Qurbanov da belə düşünəcək. Bir halda onun yola salınmasına razı olacaqlar ki, böyük beşlik ölkələrindən Elvin Cəfərquliyevə tələb və təklif olacaq və onu da deyim ki, çox danışılır ki, təklifləri çoxdur. Amma bildiyim qədərilə hazırda Elvin Cəfərquliyev üçün heç də böyük klublardan real təkliflər yoxdur. Tamam da Elvin Cəfərquliyev getsin, yaxşı kluba getsin. Rüfət niyə qayıdıb? Bax, bizim elə həm də dediyimiz məsələlərdən odur ki, yüz ölçü bir biçmək lazımdır ki, yenidən bura qayıdış baş tutmasın. Rüfət Abdullazadə qayıtdı. Günlərlə də müzakirə olunur, sosial şəbəkələrdə çoxsaylı rəylər, şərhlər, tənqidlər, bəzən aşırı, hətta həddini aşıb təhqir edənlər oldu. Əsla və əsla bunu etmək olmaz. Rüfətin qayıdışının ortada olan real səbəbləri var, bəlli səbəbləri var. Niyəsə bunu bəzilər görmək istəmir, görməzdən gəlməyə çalışır.
Rüfətə qorxaq damğası vuruldu, qaçdı gəldi damğası vuruldu. Rüfət Abdullazadənin ötən yay kifayət qədər yaxşı təklifləri var idi Azərbaycan klublarından, iddialı klublardan. Amma Rüfət birmənalı şəkildə bütün təklifləri əli ilə geri çevirdi. Qarşısına məqsəd qoymuşdu ki, mən legioner həyat yaşayacağam. Qorxan, qaçan adam öz istəyi ilə Avropaya üst tutardı Nicat. Təbii ki, bu adamın özünün də istəyi, marağı, belə deyim, cəsarəti var idi bunun üçün. Amma adam getdi orada reallıqları gördü. Elə bizim Sport Info TV-yə müsahibəsi var idi, geniş müsahibəsi var idi. Dəyərli izləyicilərimiz izləyə bilərlər. YouTube platformasındakı Sport Info səhifəsindən izləyə bilərlər. Sözün varın 10-cu hissəsi səhv eləmirəmsə olmalıdır. Bu artıq 12-ci hissədir. Ola bilər. Elə bizim Sözün varın bütün hissələri maraqlıdır. Hər birindən izləyə bilərsiniz. Orada açıq və net şəkildə adam bildirir ki, yəni çox geri qalırıq, rəqabət çox böyükdür. Bizdə israrla dirəşirlər ki, qalardın. Orada qalmaq nəyə dəyişir ki? Yəni Mahir Əmrəli 2021-ci ildən Avropadadır. Almaniyaya gedib, Polşada oynayıb, Xorvatiyada oynayıb, Türkiyədə çıxış etdi. Davamlı olaraq ölkə dəyişir, klub dəyişir. Yəni Mahir Əmrəli böyük ölçüdə futbolçu olaraq nə qədər inkişaf edə bilib. Təqdir edirəm, Mahir Əmrəlinin qalmasını təqdir edirəm, alqışlayıram. Əhsən düşür ona ki, təslim olmur, davam edir, daha uğurlu karyera yaşamağa cəhd edir. Amma əslində Mahir Əmrəli nümunəsi bizə onu göstərir ki, yəni gedib Avropa ölkəsində qalmaq, yəni sənin yaxşı futbolçu kimi formalaşdırmayacaq. Bugün Rüfət Abdullazadənin 5 il gedib Xorvatiyada davamlı yaşaması, Xorvatiyanın suyu, Xorvatiyanın çörəyi, nə bilim, Xorvatiyanın nəyi deyim də mühiti Rüfət Abdullazadənin 25 yaşında çevirib nə Modric eliyəsidir, nə Perisic eliyəsidir. Biz, yəni Rüfət Abdullazadə 15 yaşında, 10 yaşında bizim futbol klublarında, akademiyalarda, uşaq məktəblərində öyrənməli olduqlarını gedib 25 yaşında Xorvatiyada öyrənə bilməz, Almaniyada öyrənə bilməz. Bizim problemlərimiz dərindədir. Biz o problemləri biz zaman-zaman danışmışıq, yorulmadan da danışırıq Nicat. Azərbaycan futbolunun xeyri üçün, gənc futbolçularımızın xeyri üçün biz ondan danışırıq və danışacağıq da. Bugün ölkə futbolunda bir normal akademiyamız yoxdur, bir normal klubumuz yoxdur. Biz futbolçuları yetişdirməliyik. Ondan sonra ən axırıncı günahkar burada Rüfət Abdullazadədir. Biz Rüfət Abdullazadənin üzərinə niyə gedirik ki? Yəni ölkə futbolunun, ölkə sisteminin, olmayan sisteminin yetişdirə biləcəyi maksimum budur. Mən yenə deyirəm, ölkə futbolunun sistemi yetişdirmir. Bugün Rüfət Abdullazadə, Mahir Əmrəli sırf öz istedadı hesabına və müəyyən məşqçilərimiz var ki, fərdi onların yanaşması hesabına bugün üzə çıxıblar. Biz təşəkkür etməliyik Mahir Əmrəliyə, Elvin Cəfərquliyev və Rüfət Abdullazadəyə ki, çox sağ olsunlar. Nə ölkədə futbol akademiyası var, nə bir peşəkar klub var. Klub anlamı tam başqa bir şeydir. Yəni komanda başqa başa düşdüm ki, Mahir Əmrəli, Rüfət və digər istedadlı şəxsləri futbolumuz yetişdirsəydi, o elə Borussia Dortmundda oynayardı. Mütləq. İkinci liqada yox, Dortmundun elə özündə oynayardı. Leverkusendə oynayardı. Dünən Sabahın oyunundaydım, Sabah Şamaxı oyununda. İkinci yarıda mütləq əksəriyyət gənc futbolçular idi. Yəni Ayxan Abbasov elə xırda şeyləri öyrətir ki futbolçuya. Məsələn, yan xəttin yanındadır, baxmadan arxaya ötürmə verir, top itirir. Sadə primitiv bir şeydir ki, görmürsənsə outa çıxart. Top qəbuludur, sadə bir şeylərdir. Topu necə qəbul etmək lazımdır, hücumlara hansı formada çıxmaq, necə burada. Sadə bir şeylərdir. Bunu bu günləri Ayxan Abbasov Premyer Liqada peşəkar bir klubda öyrətməli deyil. Bu uşaq futbolunda öyrədilməlidir. Uşaq futbol məktəblərində öyrədilməlidir. Futbol məktəbləri yoxdur, bir bəladır. Akademiyalar yoxdur, bir bəladır. Yaxşı məşqçilərimiz yoxdur, bir bəladır. Biz bugün Avropaya futbolçularımızı çıxartmaq üçün dalaşıb, güləşib, vuruşmalı deyilik. Biz bugün Avropaya bilsən kimləri çıxartmalıyıq aynıca? Uşaq məşqçilərini. Klublarımız Qarabağ olsun, Neftçizi olsun, Sabah olsun, Sumqayıt, bütün klublarımız dövlət dotasiyası ayrılır. Oradan bəlli maliyyə ayrılmalıdır. Bugün 500 mindir. Mən dəfələrlə, yəni AFFA rəsmilərlə qeyri-rəsmi söhbətlərimizdə də bildirmişəm ki, AFFA-nın da belə bir rıçaq var. 2,5 milyon dövlət vasitəsilə ayrılır klublara və nəzarət AFFA-dadır. Nəzarət mexanizmi. Sərtləşdirilməlidir. Akademiyalara 500 min yox, daha çox artırılmalıdır. Və akademiyadakı məşqçilər xaricdə təlimlərə göndərilməlidir, kurslara göndərilməlidir, təcrübə keçmək üçün göndərilməlidir. Ajax akademiyasına, dünyada məşhur akademiyadır. Belçikaya göndərilməlidir. Brugge kimi klublar var, orada akademiyalar kifayət qədər yaxşıdır, ora göndərilə bilər. Və gələndə o məşqçilərdən hesab sorulmalıdır.
nəticə yəni şey eləmək lazımdır. Sistem olmalıdır. AFFA nəzarət etməlidir ki, klublar göndərsin. Klub da göndərirsə, nəzarət etməlidir ki, o gedib orada nə öyrənib. Bəli, onu demək istəyirəm də. Kimisə xalası oğlu getməsin ora. Əlbəttə, orada da o maxinasiyalar olmasın da, kimisə qohum əqrabası gəzmək xatirinə getməsin. Biz bunları göndərməliyik. Almaniyada uşaq futbol məktəblərində təcrübə keçməlidirlər, Hollandiyada keçməlidirlər, Belçikada keçməlidirlər. Biz bugün bunun üçün yatırım etməliyik. Mətbuat olaraq buna çağırış etməliyik, azarkeşlər olaraq buna çağırış etməliyik ki, bizim məhdçi problemimiz var. Biz məhdçiləri göndərməliyik, orada gedib yaxşı təkmilləşsinlər, formalaşsınlar, müasir futbol elementlərini mənimsəsinlər, dünya ulduzlarını yetirən həmin o Ajax akademiyasında olsunlar. Yəni Portuqaliyada olsunlar, Portonun, Benfica'nın kifayət qədər yaxşı akademiyaları var. Orada olsunlar. Yəni soruşaq bu gün araşdıraq, sorğu keçirək. Sonuncu dəfə nə vaxt göndəriblər? Neçə nəfəri göndəriblər? Hansı müddətdə göndəriblər? Yoxdur belə faktlar. Olsa da barmaqla sayılacaq dərəcədədir. Biz bunların üzərində qalmalıyıq, bunların üzərində işləməliyik. Səhv etmirəmsə, axırıncı dəfə Tony Adamsın vaxtında Qəbələdə o vaxtı Kataloniyadan məşqçilər gəlirdi və buradan bir neçə məşqçi İspaniyaya, yəni Barselonanın düşərgəsinə getmişdi və salam. Yəni bizən keçici olub da. Məsələn Bakıda da bir dönəm oldu, Atletico Madridlə əməkdaşlıq oldu. Sabit olmalıdır Nicat. Yəni 1 il, 2 il bu belə olmur. 10 illərə, 15 illərə söykənən sistem olmalıdır. Bu gün mövzu bir qədər uzanır. Biz Özbəkistan futbolundan bütün dünya danışır. Dünya çempionatında çıxış edəcəklər. Manchester City-də futbolçusu var. Elə belə deyil. 2000-ci ildən başlayaraq Özbəkistanda futbol akademiyaları yaradılıb, yatırımlar edilib və bu günlər 2000 təvəllüdlü futbolçular Özbəkistanın çiynində daşıyır. 17 millisi idi, səhv etmirəmsə, Avropa çempionatına çıxış etdilər və kifayət qədər yaxşı çıxış etdilər. Yəni bu nümunələr var bizim qarşımızda. Biz Afrikalı ilə, nə bilim Avropalı ilə müqayisə aparmalı deyilik. Belə nümunələrlə aparmalıyıq. Və yenə deyirəm, futbolçuları çıxartmaq üçün dəridən qabıqdan çıxmağa ehtiyac yoxdur. Biz birinci məhdçilərimizi çıxartmalıyıq ki, o məhdçilər oradakı təcrübəni qazansınlar. Gəlib burada bizə futbolçulara 8 yaşında, 10 yaşında, 15 yaşında öyrətsinlər. Bizim futbolçuların nə rejimi normaldır, nə qidalanması normaldır. Bax Elvin Cəfərquliyev yəni mətbuata müsahibəsində kifayət qədər açıq, net danışır. Adam yəni məcburiyyətdən futbolu 14-15 yaşında atıb gedib ofisant işləsin. Belə Elvin Cəfərquliyevlər Azərbaycan futbolunda tək deyil. Araşdırsan Tovuzda, Lənkəranda, nə bilim Gəncədə, Sumqayıtda belələri o qədərdir ki, Nicat. İndi birinə Rəşad Sadıqovun əli yetib çağırıb qaytardı. Bəs digərləri? Bəli. Yəni geniş mövzudur, uzun mövzudur. Yəni bir qədər də biz yanaşmamızı dəyişməliyik. Yəni futbol azarkeşləri olaraq, elə olub olsun futbol camiyyəsi olaraq bir qədər yanaşmamızı dəyişməliyik. Elə futbol problemimiz deyəndə nə bilim akademiyalardan danışırıq, uşaq futbolundan danışırıq, üzərinə səthi keçirik, məsələ bitdi. Ardınca gəlirik Mahir Əmrəlini tənqid etməyə, nə bilim Rüfət Abdulazadəni tənqid etməyə. Qardaş, onlar piramidanın zirvəsidir. Piramidanın aşağısında yığılıb qalan qalaq problemlər var, üstünü toz basıb. Tozu təmizləməliyik, oradan başlamalıyıq. Ondan sonra bizim kifayət qədər yaxşı futbolçularımız yetişəcək. Və mənə təəssüfləndirən bir məqam da ondan ibarətdir ki, yəni Rüfət Abdulazadəni belə deyək də ən pis halda, ən yaxşı halda tənqid edənlər deyirəm. Heç bir bu futbol camiyyəsi və yaxud da futbolu sevən adamlar buna düzgün prizmadan baxmırlar. Mənə təəssüfləndirən odur, nə mənada. Yəni adam gedib və qayıdıb və sizə oradan xəbər verir ki, nədir? Düzgün baxsaq, onun dediklərindən götürüb düzəliş eləyə bilərik. Çox maraqlı məqama toxundun, nöqtəyə toxundun. Əslində bayaq mən Mahirlə bağlı bu məqamı qeyd etdim. Sözümü elə davam eləyəcəksən deyənə deyirmək istəyirəm. Elə ki, o birisi dünyaya getmiş bir adam gəlib, deyirsən ki, orada nədir vəziyyət, günahlar, savablar filan məsələsi. Fakt adam qayıdıb cavab verir də sənə. Neynəməsən, özünü düzəltməlisən də, yəni. Əla. Bizim üçün Mahir Əmrəlidə əla nümunədir, Rüfət Abdullazadə də əla nümunədir, zamanında Namiq Ələsgərov da əla nümunə olub, Bombardir olub, Neftçi ilə çempion olub, getdi Bursaspora, alınmadı, uğurlu olmadı, qayıtdı, gəldi. Elə son nümunələri götürək, Mahir Əmrəli 5 ildə Avropadadır,
Görürsən ki, nəsə etməyə çalışır istedadı ilə, müəyyən qədər heç də pis çıxış etmir, yaxşı qolları da var, yaxşı oyunlar da var. Amma o istədiyimiz səviyyəyə qalxa bilmir. Biz nə istəyirik? Biz istəyirik Avropada danışılsın. Məsələn, Türkiyəli futbolçular, Gürcüstanlı futbolçular, necə ki danışırlar, Özbəkistanlı futbolçular ən azından böyük beşlik ölkələrində heç olmasa orta-bax klublarda çıxış etsin. Görürsən ki, Mahir bütün yolları yoxladı, bütün təcrübələr keçdi, O baxımdan alınmadı. nəyə bənzəyir? Xanoğlan, Mahir cismən Avropadadır. Mahir Avropa futbolu bir qala kimi təsəvvür etsək, fırlanır başına içəri girə bilmir. Girə bilmir. Çünki uşaq futbolunda öyrənməli olduğu şeyləri mən yenə deyirəm 25 yaşında Mahirə Almaniyada heç kim öyrətməyəcək. O boşluqlar Mahirə mane olur. Çünki Mahir normal futbol akademiyası görmür. Hələ bizim Mahir yəni azdan çoxdan akademiya dediyimiz Bakıda müəyyən illər keçib, müəyyən bir neçə il orada yaşayıbdı. O təcrübəni keçib. Olsun Rüfət Abdullazadə, adam yəni Xorvatiyadan çamadan açıqlamalar gətirib ki, qardaş çox geri qalır. Qızıldan dəyərli. Çox geri qalır. Yəni adamın fikirləri var. Biz bunu daşqalaq eləyirik. Deməsin həqiqətləri. Yəni Rüfət Abdullazadə Varajdinlə 3 illik müqaviləsi var. Gəlməyə də bilər. Qovası deyirlər ki, gedib Varajdində oynamaz, Xorvatiyanın 8-ci yerdə gedən komandasında oynayar. 2-ci liqada gedən komandasında oynayar. Rüfət Abdullazadə üçün problem deyil. Aşağı-yuxarı buradakı maaşı alacaq. Xorvatiya olmayacaq, gedəcək Şimali Makedoniyada oynayacaq. Yəni bu bizim yaralarımızı sağaltmır. Bəli. Biz yəni Rüfətin başını qatması ilə biz özümüzü allatmayaq. Əksinə Rüfətin o gətdiyi qızıl dəyərindəki fikirlər var ha. Onun əlimizdə əsas tutmalıyıq. Bu gün Elvin Cəfərquliyevin mətbuat açıqlaması, Mahir Əmrəlinin təcrübəsi, Rüfət Abdullazadənin təcrübəsi bizim üçün yaxşı dərslikdir ki, AFFA rəhbərliyi də qarşısına qoysun, klublar da qarşısına qoysun, futbol cəmiyyəsi də, azarkeşlər də qarşısına qoysun ki, bizim problemlərimiz dərindədir. O problemləri düzəltməsək, bizim elə maksimumumuz olacaq Elvin Cəfərquliyev, Mahir Əmrəli. Maksimumumuz. Bu futbolçuları biz qınamağa dəyməz. Razıyam səndən. Çox sağ ol dəyərli fikirlərin üçün. Bəli, Elvinlə biz danışmasaq da, amma sözüm var da Rüfətdən o sualların, o cavabların suallarını biz verdik, biz çıxartdıq. Bu qızıldan dəyərli fikirləri bizim camiyə, futbolçularımız nəticə çıxartsa çox əla olacaq. Xanoğlan, təşəkkür edirəm, var olasan, çox sağ olasan. Mən sənə təşəkkür edirəm. Dəyərli izləyicilərimizə minnətdaram. Şərh bölümündə sizin də fikirləriniz bizim üçün önəmlidir. Gözləyəcəyik şərh bölümündə fikirlərinizi bizimlə bölüşün və təbii ki, növbəti sözüm var da görüşmək ümidi ilə hələlik deyirəm. Sağ olun, salamat qalın.